Bax, mənim bu kəlafırımın qiyməti 80 dollardan. 80. Salam, hər vaxtınız xeyir olsun mənim əzizlərim, necəsiniz? Yenə Rəqsanə Xoddanov. Götürmüşəm böyrümə, içindəki nədir? Buna bir baxaq, görək nə var bunun içində. Bunun içində ət var. Görən nə bişirəcəm mən. Fikirləşmişəm artıq nə bişirdiyimi, siz də bir fikirləşin. Amma çox gözəl bir şey bişirəcəm. Hava da elə gözəldir. Ağaçlar artıq, düzdür, Azərbaycanda çoxdan çiçəkliyib, amma burada indi başlayır çiçəkləməyə. Getdik. Bu əynimdə gördüyünüz libaslarım isə öz mağazinimizə aiddir. Yəni dükanımıza aiddir. Dükanımız tezliklə açılacaq. Kim bu dərslərdən istəsə, birbaşa dastavkamız var və mənim Instagramın direktinə yaza bilərsiniz. Birbaşa evinizə göndəririk. Bax, bu əynimdə gördüyümüz libaslarımız. Bizim mallarımızdan reklam getdi. İndi isə yeməyimi bişirməyə başlayıram. Baxın, qazanıma baxın. Gör necə qaynayır burada. Bəh, qazanım qaynayır burada. Hal-hazırda suyu qoymuşam. İndi ətimi doğrayıram. Siz gözünüzün qabağında beləcənə. Keçim gənə öz məkanıma, öz yerimə. Bax, deməli, görürsünüz mənim əzizlərim. Ət, mal ətidir. Ətə bax, ətə. Bəh, şey. Ət, görürsünüz, nə gözəl. Hamısını aldırmışam, qəşəng. Bir də ki, aldırmamışım, özüm gedib almışam. Uşağım da bu arada yaxşı itidir. Ay qızlar, yay gəlibdir. Az işləyin dana, nə olar az. Vallahi, mən sırağa gün toydaydım. Toydan gələndən sonra bazarlığıma sümüyü də qoyacam. Bazarlığımı elədim qəşəng. Nə olar, toya da gedirəm, toy da oxuyuram. Belə yemək də bişirirəm, hər şey eləyirəm. Siz də eləyin, nə olar, vallahi eləyin. Elə gözəl, mənə bir ləzzət eləyir. Getdim toyun, hamısı deyirlər ki, ay bacı, sən necə oxudun toyu? Bir oxumaq oxudum, gəl görəsən. Siz necəsiniz, danışın görüm, nə tərsiniz? Məndən nə istəyirsiniz, sizə pişirim, göndərim. Bax, bu qəşək əti indi aparıram, qoyuram hara. Əti yumuşam, təmizdir. Əslində mənim nənəm rəhmətli deyirdi ki, əti yumaq olmaz. Əti yuyanda tamı gedir. Amma mən yudum. Dedim, sonra onda bir söz eləyərlər, gəl görəsən. Əslində mətbəxi, mənim canlarım, mətbəxi çox adam istifadə eləyir, baxıram. Mənim mətbəxim amma partlayır. Bunu necə yeməmək olar, Görün, nə gözəldir. Mən indi, bax, bu ləyənimi, bu mənim dədə-baba ləyənimdir. Bunları dünümlə tapıb almışam, elə biz bunlardan var. Az o tefal, mən belə şeyləri xoşlamıram. İndi orada belə bütün kartoşkaları qızardacam, belə. Əsl belə o, dədəmiz babamızda belə olub, kartoşkanı belə qəşək bütöy qızardırdılar ocağına, mağar toylarında verirlər. Camaat ölürəm də mağar toyunu ötəri. Mən dəvət edin gəlim də, vallah, mağar toyuna gedim. Nə qədər restoran toy oxumaq olar. Vallah deyirəm, mağar toyu. Bugün yenə də makyajımı da çək, ay Roma. Roma, sən də reklam olub gedibsən, Hamı deyir, bu Romanı haçan göstərəcəksən. Romanda mən də Romanı gizlədirəm. Romanı göstərmirəm. Bu arada makyajım, saçım, mənim gözəlim, göyçəyim Alsuya aiddir. Və bu arada mən heç vaxt heç reklam etmirdim. Çoxlu reklam təkliflərimiz gəlibdir. Moskva şəhərində, nə bilim, paltarlar, geyimlər. Amma seçim edirik də, hər şeyə getmirik. Yəni reklam təklifləriniz olsa yaza bilərsiniz. Biz də artıq işləməyə başlamışıq. Çox təkliflər gəlib. Azərbaycandan da gəlib, buradan da gəlib. Yəni deyirəm ki, biləsiniz. Nə gözəl, nə gözəl. Allah, nə gözəl. Buna baxın, nə gözəl. Deməli, buranı qoymuşam, niyə? Bəh, gördünüz? Gör, nə əriyir? Yağımız. Bu nədir? Stot. Gördüyünüz kartoşkaları görürsünüzmü? Mən heç vaxt bu kartoşkaları şeyləmirəm. Nə deyirlər ona? Soymuram. Sadəcə yumuşam, təmizdir. Orasını, burasını belə eləyirəm. Böyük olduğu üçün belə 2 dənə bölürəm. Belə. Bəh, kartoşkaya baxın, Gör, bu nə pişəcək. Bu bir pişəcək, belə qəşəng. Belə ağzını da beləcələm, bununla cəz belə örtürəm. Buna dəyməyəcəm. Buna bax, ətin tikəsinin böyüklüyünə bax. Belə soğanı
Doğradım, tökdüm bunun içinə. Bax, gördünüz belə. Gözüm çıxdı, ay Rəşad, gözün çıxsın, ana öldüm. Yandı gözlərim. Hə, kartoşkanın iyisi ucu gəlir. Görürsün, kartoşka kızarır. Həmin gördüyünüz o yeməyin içinə, bax, bu bibarları eləyəcəm. Mənim məzlərim, hamısı yuyulub, yəni. Haralarda, haralarda, haralarda. Sən bu mahnını deməli Teymur Gözəlov oxuyubdu. Mən də ondan xahiş elədim. O da sağ olsun bizi qırmadı. O mahnını dedi ki, oxuya bilərsiniz. Mən də oxumuşam, amma hələ çıxmayıb. Bir neçə vaxtı yemək videolarına belə üstünlük vermişik. Və indi bu ayın sonundan kliplərə başlayıram. Kliplər çəkiləcək. Çox yaxşı mahnılarımız var. Üzeyir Mehdizadə də mənə mahnılar verib 3 dənə. Yox, gərək özümə söz vermişəm daha. Heç kəsdən işim yoxdur. Mən olsa heç kəsdən işim yoxdur. Mən həm də həmişə istəyərəm hamının yanında olum, hamıya. Sadəcə də bir dən baxırsan da, başlarından böyük danışanda adama təsir edir. İstəyirsən ki, onların bir payını verəsən. Heç kəs verməsə də, o deyir nəyimə lazım, bu deyir nəyimə lazım, amma elə deyil. Bir maç eləyim, qayım maç eləyim səni, mamanı maç eləsin. Ya, büyük kutu gibi. Maç elə mamanı, maç elə. Oy sənə qurban olum, mənim həmişə oğlum gəlir. Qaqa, idi kam niyə? Ətimin içinə, bax, buna baxın. Bəh, 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 bəh. Bibarı. Bunu yeməmək olar mı? Ay bala. Gör, yemək nə yemək. Это я картошка делала, да. Красивый, да, Гага? Осторожно. Yaxşı, mama, öpürəm səni, çəkilişdəyəm, çıxanda yığaram. Allah mamamın canını sağ eləsin. Allah ona uzun ömürlər versin, ona qurban olum. O başqa anadır, onun yerinə verə bilər. Hər şeyimizi 5 dəqiqənin içində, mama onu elə, mama bunu elə. Bunu da içinə biraz soğanı da belə əlavə eləyirəm, qəşşəng. Mənim videolarım bilirsiniz niyə tutur, mənim əzizlərim, yemək videolarım. Bilirsiniz, mən modunu şeylər eləmirəm da, belə əlcək, məlcək, nə bilim, qazanlar, nə bilim, brend firmalardan, ləyənlər, nə bilim, hardan. Mən əsl dədə baba işi görürəm. Ona görə cəmaət mənim videolarımı xoşlayır. Hamı deyir, əlinə sağlıq. Ay Rəqsanə xanım, əlinizə sağlıq. Bax, bunu belə eləyirəm ki, qabığı da qalsın. Mənim əllərimdə olan tam aydı Rəşad, taxtada maxtada yoxdur. Hər şey əlindən təbii gözəldir. Ay bala, ay oğul, nənəm deyirdi. Qara reyhan, nənəmin dadı reyhanı idi, Allah rəhmət eləsin. Bu kimdir? Bu qədər yığmaq olar adamı. Nə var ay qız, nə var? Ay Nigar, dedim axı çəkilişdəyəm ay bacı, nə qədər zəng eləyirsən? Romada öldürüb, kirvəndi də çəkdə, kirvəni də çəkdə. Ən qəşəng şey bu variantları budur. Kirvə bəylərin... Ay bacı, mən nə yazmışam proqramı da olsun. Kirvə ilə uşaqlar oturacaqlar. Ondan sonra aparıcı səhnəyə çıxacaq. Ağsaqqalları çağıracaq. Ağsaqqallar xeyir dua verir. Sonra kirvələrin xanımları, xonçalar əllərində gəlir və çıxır Rəqsanə xanım. Bildin? Hə. İndi babu gördüyünüz bütün göylərdən götürdüm. Bu belə. Bu da bizim göyümüz. Kartoşkamızı artıq götürürük. Baxın, 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 baxın. Deməli, mənim kartoşkam. Qəşəng qızarıb, əzilib, pişib. Ağlım getdi Tüz rayona. Ay qızlar, pişirin, pişirin evdə. Tövbə. Aman Allah, yanacam bu dəqiqə, pişəcəm. Buna baxın, siz Allah. Bəh, 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 bəh. Bəh. Bəh, bəh, nətərdir? 5 gəlir buna, 5 düşür. Həqqi. Bəh, 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 bəh. Tərəksiz. Özəllərim. Bəh. Nətərdir? Közədir bu. Kartoşka da indi pişirmişəm, necə təzədir? Yox, harda pişirirsən, közdə? Ocaqda. Hə, ona görə belə pişirirsən. Şo. Hə, mənim əzizlərim, bu günümüz də belə bitdi. Bozartmamı yox. Kalafırı pişirdim, kartoşkanı pişirdim. Qəşəng. Yeməklərim soymamış yazıqdır bu qıraqdan baxanlar. Kamera çöndə baxasınız, o qədər yeməyə baxan var ki.
Verim yesinlər, nuş eləsinlər. Siz də evdə bişirin, nuş eləyin. Gələn verilişə qədər, çəkilişə qədər, yeməyə qədər. Hələlik, hələlik.